İkinci sınıf növbəti sual. Kimdə başqa sual var idi? Yox, ikinci sınıfdan başqa sual olan var idi sən? Hamısını aydınlığı başa düşdün? Yaxşı, keçirik üçüncü sınıfdan. Üçüncü sınıfda kim var aramızda? Üçüncü sınıfdan aramızda kim var? Aminə. Aminə, aydın olmayan suallar var? Bəli, bu 8-ci və 11-ci. 8-ci sual. 8-ci sualda deyilir. Hansı cümlədə bölmə sözündə vurğu birinci herecəyə düşür? Vurğunu biz əsasən necə tapırdıq uşaqlar? Vurğunun bir neçə növü var. Bir növü də intonasiya ilə tapılan vurğudur. İntonasiya vurğusu deyilir ona. Biz daha çox onunla tapırıq vurğunu. Yaxşı, A rəngindəki cümləni yazıram. Deyir, söhbəti bölmə. Söhbəti bölmə. Sizcə burada vurğu hansı heyecandadır? Tələffüz edin, görün. Bölmə, cümləni tələffüz edin bir də. Cümləni deyin. Bir görün. Söhbəti bölmə. Bölmə deyənlər hansı heyecanı daha ürəkli deyirsən? İlk heyecan. Bizdə də soruşur ki, hansı birinci hecəyə düşür? İlk variantda qeyd olunub da. İkincidə nədir? Həsən bölməni öyrəndi. Həsən bölməni öyrəndi. Bölmə sözünü tələffüz edin, görün burada. Həsən bölməni. Bölmə deməli. Gördünüz, deyil, bölməli. Deməli, burada hara düşdü? İkinci heyecan üzərinə düşdü. Bölmə sözündə burada da ikinci heyecan. Üçüncü C variantında deyir ki, müəllim bölmə əməlinə aid tapşırıqlar verir. Yenə eyni sözdür. Yenə cədvəl olan bölmədir, əməl olan bölmədir. Onda da söz həmişə ikinci hecəyə düşür. Əgər əmr şəklində deyilirsə, yüksək tonla deyilirsə, bölmə, getmə, gəlmə, onda ilk hecəyə, mütləq burada ilk hecəyə düşür. Aydın oldu? Vurğu nə idi ümumiyyətlə? Kimə nə deyir? Vurğu nəyə deyirdi vurğu? Zeynəb deyəcək. Vurğu nəyə deyir? Hezaların birinin mümkün səsə deyilməsinə. Birinin digərinə nisbətən qüvvətli deyilməsinə vurğu deyilir. Burada hansı qüvvətli oldu? Böl hecası qüvvətli oldu. Deyil, bölmə. Bölmə demədir. Bölmə deyəndə bölmə əməlinə söhbət gedir. Asan tonla deyilir. Onu heç bir yüksək ton istifadə eləmirik. Amma əmr şəklində bölmə deyəndə vurğu düşür ilk hecanın üzərində. Aydın oldu? Sonra üçüncü sınıf digər sual. Hansı sualdır? Bir də 11-ci sual. Üçüncü sınıf 11-ci sual. Ot sözünə hansı şəkilçi artırmaqla ad bildirən söz almaq olar? Ad bildirən söz almaq olar. Ot sözü aşağıda iki dənə heca var. Şəkilçi var. A şəkilçisi, lar şəkilçisi, yəni ar-ər, lar-lər. Bir də l-lik-luk şəkilçisi. Hansını əlavə eləsə ad bildirən söz alınır. Ot, ar eləsəm nə alınır? Otar.